Yolu bağlayan hakimiyyətdir, hakimiyyət də yol açmalıdır və bu bütün dünyada pandemiya az qala bir ildən çoxdur, bitibdir. Bir də Azərbaycan pandemiya şərtlərini əməl edərək quru sərhədləri bağlı saxlayır və nəticədə də cəmaatımız əziyyət çəkir. Bizim vətəndaşlarımız da, Gürcüstanda yaşayan soydaşlarımız da əziyyət çəkir, Rusiyada yaşayan vətəndaşlarımız, soydaşlarımız əziyyət çəkirlər. Çox əziyyət çəkirlər, bəli. Yəni, həddən artıq böyük xərc xəsarətdir, böyük əlavə xərclərdir, böyük çətinliklərdir, əziyyətdir. Buna son qoyulmalıdır. Cəmaatımız xeyir-şərə qeyib gələ bilmirlər. Bəli, püşklə ailələr var ki, atırlar ki, kimin üçün təyyarə bileti alınsın. Bu, böyük xərclərdir, böyük çətinliklərdir. Yəni, buna son qoyulmalıdır və sərhəd açılmalıdır. Burada hansısa bir üsul fikirləşmək, buna necə nail olmaq mövzusunu mən aktual hesab eləmirəm. Bu, hakimiyyətin bir qərarı ilə özə bunu başqa cür əsaslandırmırlar ki, karantin şərtlərinə daxil edirlər. Karantin şərtlərində də bir quru sərhədlərin bağlı olması qalır. Bütün başqa məhdudiyyətlər aradan qaldırılıbdır. Bu məhdudiyyətlər aradan qaldırılmalıdır, bitməlidir. Biabırçılıqdır bu. Olmaz bu belə xalqın üzərində xalqa belə hörmətsizlik göstərmək, sayğısızlıq göstərmək.